Ümumiyyətlə bu Allah məsələsində gərək adam ehtiyatlı olsun. Çünki bir şey doğru başa düşülüb onunla düzgün davranıldıqda sənə faydası nə qədər böyükdürsə, yanlış anlaşılanda da ziyanı da bir o qədər qorxunc olur. Mən hərdən gecələr yatanda öz-özümə təsəvvür edirəm. Təsəvvür edirəm ki, insanların əksəriyyəti demək olar ki, hamısı Allahın buyruqlarına qəlbən itaat etsəydi, bu dünya necə olardı? Təsəvvür edin, hər gördüyün adam əsl Allah bəndəsi olub. Hətta qəlbi çirkin olan, içində pislik gəzdirən adam belə ən azından ibadət eləyərək o minimum dindarlıq səviyyəsində qalıb. İbadətlərinin batil olmaması qorxusundan, heç olmasa o qorxu xatirinə pis-işlərdən əl çəkin. Mən demirəm ki, hamı övliya olsun, hamı Əhl-i Beyt yolunda fəna tapsın. Mən sadəcə deyirəm ki, insanlar Allahın varlığını dəqiq şəkildə dərk edib, ən azından o görən gözün xatirinə pislik eləmirlər. Bax, o zaman həyat necə olardı? Evinin qapısını taybatay açıq qoyub harasa geçsən belə, arxayın sanki bu dünyada uğurluq edəcək bir Allah bəndəsi yoxdur. Həyat yoldaşına tamamilə sümüyünə qədər etibar edirsən. Qızların üçün, övladların üçün zərrə qədər də narahat olmursan. Çünki bilirsən ki, lap onlar zəiflik eləyib pis yola meyl etsələr belə, çöldə onları yoldan çıxarıb kirlədəcək bir dənə də olsun bir qeyrət tapılmaz. Çünki hamı Allahdan qorxur, hamı namus bəlasındadır. Məmurların yanına gedirsən, baxırsan ki, o rəngi solmuş bəndələr vətəndaşın qanını içmir. Əksinə, canı könüldən Allah rizası üçün sənə xidmət edirlər. Harda işləsən, alnının təri qurumamış pulunu layiqincə alırsan. Nə pulun gecikir, nə də kimsə səni aldatmağa çalışır. Bazara gedirsən, tərəziyə baxmağa ehtiyac yoxdur. Bilirsən ki, o tərəzinin arxasındakı adam Allahdan qorxur. Sənə yararsız məhsulu kələk gəlib sığmaz. Tanımadığın adama elə güvənirsən ki, sanki doğma qardaşındır ya bacındır. Hara getsən bilirsən ki, insanlar səni aldatmaz, səni dövlət idarələrində süründürməzlər. İşlərin asanlıqla, halallıqla irəli gedər. Tibbdə, sənayedə, ticarətdə, dövlətin ən yuxarı qatlarında belə hər yerdə işlər saat kimi işləyir. Hər şey halaldır, hər şey təmizdir, vəziyyət o qədər gözəldir, o qədər nurludur ki, mənə elə gəlir Allah özü bu rahatlığı pozub bəndələrinə imtahan adı ilə bəla göndərməyə belə utanar. Bax, əslində bu vəziyyət mümkündür. İnsanların Allaha həqiqətən inansalar və onun buyruqlarına tamamilə əməl etsələr, bu olar. Vacib deyil ki, hamı belə olsun. İnsanların heç olmasa 70% ahirətə, Allaha dəqiq inansa, o yerdə qalan 30% çirkinlik o təmizliyin içində heç nəyə dəyişə bilməz. Və mənim bugünkü qeyri-mümkün görünən təsəvvürüm də reallığa çevirilər. Əslində həqiqətən də belədir. Hamının yaxşı olması lazım deyil. Adamların yarıdan çoxunun ilahi düşüncəsi qaydasında olsaydı, vəziyyət əla olardı. Təsəvvürdəki zəncirvari şəkildə hər şey öz yoluna düşərdi. Çünki bəzən kiçik bir özbaşınalıqdan, bircə məmurun vicdansızlığından bütün bir sektor, bütün bir sistem çökür. Əgər mənim dediyim o nizam gerçək olsaydı, buna yaxşılığın diktaturası da deyərdik. Maddi və mənəvi hər şey öz qaydasında olardı. Bəs yaxşı, biz niyə bu bərbad vəziyyətdə yaşayırıq? Niyə elə hey zəmanədən gülə-güzar edirik? Çünki biz Allaha lazımı qədər güvənmirik. Allaha güvənməmək bizi həyatda elə hərəkətlər etməyə məcbur edir ki, nəticədə bir-birimizə də güvənmirik. Bax, bugün problemlərimizin, bitməyən şikayətlərimizin kökü budur. Əgər Allaha güvənmiriksə, bir-birimizə heç vaxt inanmayacağıq. Allaha qulaq asmırıqsa, bir-birimizin sözü də boğazımızdan keçməyəcək. İnsan Allaha necə münasibət göstərirsə, eynisini insanlar arasında bir-birindən görür. Məsələ bundadır. Allahla bağlı məsələlərdə insanlar toplu hərəkət etməlidir. Çünki Allaha görə baş verən bəlalar makro səviyyədə, yəni hamının üstünə gəlir. Bir neçə nəfər yaxşı, imanlı adam olsa da, xeyli sayda alçağın əhatəsində yaşayanda qurunun oduna yaş da yanır. Ya bu Allaha tam inanmaq lazımdır, ya da heç inanmamaq. Çünki iman tam olmasa, biz həm dünyəvi yaşamağa çalışırıq, həm də güya axirət üçün nəsə eləyirik. Amma bu yarımçıq papaqçılıqdır. Heç bir nəticə verməz. Yarım iman axirəti necə edəcək bilmirəm. Amma nəqdi şəkildə bu dünyamızı bərbad günə qoyur. İndi kim istəyir inansın, kim istəyir inanmasın. Amma istəyirəm deməklə də iş düzəlmir. O yerdəki yarım imanların bəlası bizim bu dünyamızı məhz bugünkü bərbad hala salıb. Baxın əzizim,
Abdullayev, əgər biz həqiqi iman sahibi olsaydıq, o iman bizi bu dünyada pislikdən çəkindirər, yaxşılığa sövq eləyərdi. Axirət bağlı bir mücrü kimidir. İçində nəsə var ya yox, kimsə dəqiq bilmir. Amma həqiqi imanın faydası budur. O fərdə dünyada sükunət, axirətdə isə səadət vəd edir. Cəmiyyətin həqiqi imanı isə bu dünyanı firavan eləyərdi. Amma mən nə görürəm? Əgər bizim bu imanımız dünyamızı bərbad günə qoyursa, demək o tərəfdə də heç nə yaxşı olmayacaq. Bizim indi iman dediyimiz şey iman deyil, sadəcə əzilməyimizə verilən könüllü razılıqdır. Təsəvvür edin, insanlar qəti şəkildə bilsəydilər ki, o tərəfdə heç nə yoxdur. Hamı öləndən sonra doğum ilindən əvvəlki o heçlik vəziyyətinə qayıdacaq. Onda hər kəs bu dünya üçün yaşayardı. Tək-tük avam adam sakit qala bilərdi. Çünki Allah inancı insanda qəribə bir ümid yaradır. Amma əgər imanın yerində sayırsa, o sənə sükunət yox, səni dünyadan qoparan qəribə bir passivlik verir. Və bu passivlik milyonlara yolxanda onlar azadlığın düşməni olan halından məmnun kölələrə çevrilirlər. Bax bu yerdə Ernesto Che Guevara'nın ruhu şad olsun. Amin. Çünki o bu cür passivliyə, bu cür boyun əyməyə qarşı vuruşurdu. Səbir iman əlamətidir deyirlər. Amma həddindən artıq səbir edib hər zülmə dözmək səni imanlı etmir, səni çurban vəziyyətinə gətirir. Və ən dəhşətlisi budur ki, səndəki bu çurbanlıq psixologiyası genetik səviyyədə övladına keçir. Beləcə biz milyonlarla çurban yaradırıq. O çurbanlar həmişə səssiz qalır. Hətta sadə adamlar belə öz aralarında həddini aşana yerini bildirib vaxtında cəza kəsmirlər. Hamı bir ağızdan deyir, Allaha tapşırırıq. Allaha tapşırıram. Amma başa düşmürlər ki, Allah hər tapşırılan işi özü yerinə yetirsəydi, bizi heç yaratmazdı da. İnsan öz haqqını özü qorumalıdır. Baxın, Allahın yoxluğu düşüncəsi belə bəzən insanda o tək şans hissini ortaya qoyur. O zaman nə qisası, nə də cəzanı təxirə salmırsan. Ölümdən sonraki o heçlik qorxusu kölələri öz haqqını elə bu dünyada tələb etməyə sövq edir. Lenin nə deyirdi, unuttunuzmu Valodyanın sözlərini? Mən demirəm Allah yoxdur, mən deyirəm ki, vallah biz bu Allaha çox arxayın oluruq. Hər şey öz yerində gözəldir, amma hər yerdə yox. İlahi, Həzrət Əli uşaqların yanında başqa cür idi, amma zalimin ayaq üstə başını kəsərdi. Əgər desəniz ki, Allahı bu cür sorğulamaq küfürdür, mən kafirəm, xeyr, sadəcə onu bilin. Əgər sən bu dünyanı qazanıb burada rahat yaşaya bilmirsənsə, əbədi səadəti sənə kim verəcək? Sən heç bu 30-40 illik qısa həyatını, yəni yeniyetməlikdən sonra bir 30-40 il özünə gün ağlaya bilmirsənsə, Allahın sənə verdiyi iradə ilə bunu əldə edə bilmirsənsə, Allahdan əbədi cənnəti hansı üzlə necə alacaqsan? Siz bu xəstə, zökəmli imanınızla Allaha bəndə olmursunuz. Əksinə, siz zalimin bir qeyrətin cəzasını, yaxşının isə təşəkkürünü axirətə saxlamaqla bu dünyanı cəhənnəmə çevirirsiniz. Bu iman deyil, bu narkotikdir, bu bir keyillikdir, bu məst halıdır. Siz hərəkətsiz qaldıqca zalimin zülmünü artırırsınız. Siz yaxşı insanın həqiqi təşəkkürünü bu dünyada verməyib, onu təşəkkürsüz öldürürsünüz. Belə iman deyil. Mən açıq deyirəm, bir çox məqamlarda Allahsızlıq sizin bu cür Allahlı olmağınızdan qat-qat yaxşıdır. Əgər desəniz ki, mən səhv edirəm, onda sizdən soruşuram. Niyə bu qədər problemlər var? Niyə milyonlar, kütlələr, cəmiyyət narazıdır? Deməli, iman qaydasında deyil. Allaha inanıb bugünə qədər nə etmişsiniz ki, hansı haqsızlığın qarşısını almışsınız? Hansı məzlumun göz yaşını qurtarmışsınız? Mən ortada Allaha inanan kütlə görmürəm. Mənim gördüyüm tək şey, yaxşı yaşamaq naminə can atan, şəxsi bütlərinə sitayiş edən kütlələrdir. Qədimdə bütlərə heykəl qoyurdular, indi isə o bütləri qəlblərində ucaldıqlar və o bütlər çoxumuzun anasına ağlar qoyur. Baxın, o bütpərəstlərin vəziyyəti düzələn kimi onlar üçün oyun bitir. Özlərinə bir həyat qururlar və elə azğınlaşırlar ki, hər yerdə monopoliya yaradırlar. Yerdə qalan o imanı zökəm olmuşlar isə Allah deyib həm öz ömürlərini çürüdürlər, həm də başqalarınınkini. Mən sizə bir həqiqəti deyim.
Həqiqi ateizmdə çurbanlar daha azdır. Çünki insan tək həyat şansını bu dünya olduğunu bilsə, o zaman bu qədər pasiv qalmaz. Yarımçıq, xəstə, uyuşmuş iman ayaq zəncirindən başqa bir şey deyil. Sən haqqını yedizdirirsən. Nəticədə həm bu dünyadan olursan, həm də axirətdən. Bu zəncirləri qırıb vəziyyəti düzələn kimi zəifləri tapdalayanların başına keçirmək lazımdır. Səbr etmək Allaha yaraşır. Çünki Allah ölümsüzdür. Amma sənin həyatın çox qısadır. Sənə səbir yox, hərəkət lazımdır. Allahla sənin nə fərqin var? Allah ölmür, zəifləmir, qocalmır, acmır, suzlamır. Onun siqareti qurtarmır. O həmişə öz yerində və öz gücündədir. Amma sən qocalırsan, sən ölürsən, sən acırsan. Sən yeri gələndə arvadının, uşağının yanında sına-sına qalırsan. Heç Allah istəyərmi ki, bəndələri onun adından istifadə olunaraq əzab çəksin? Yadınızda saxlayın, əgər bəla Allah'tandırsa səbir yaxşıdır. Amma əgər zülm bəndədən gəlirsə, orada cəza vermək lazımdır. Siz Allah deyilsiniz, siz ölümlü adamsınız. Sizin üçün səbir o qiymətli həyat suyunu boş yerə ağıtmaqdır. O ayrı işkence, diyorsun ki gözyaşların faydası